Məsələ 8. Bir nəfər məşhur Yunan riyaziyyatçısı Pifaqordan soruşur. Ey böyük Pifaqor, məktəbdə neçə nəfər şagirdin var? Pifaqor fikirləşmədən belə cavab verir. Şagirdlərin yarısı riyaziyyat və 1/4 hissəsi musiqi öyrənir. 1/7 hissəsinin isə hələ də dünyadan xəbəri yoxdur. Bundan əlavə, onların içərisində 3 nəfər də qadın vardır. Pifaqorun neçə nəfər şagirdi varmış? Həlli. Tutaq ki, Pifaqorun şagirdlərin sayı x-dir. Məsələnin şərtinə görə Pifaqor deyir ki, şagirdlərin yarısı riyaziyyat öyrənir. X bölü 2. 1/4 hissəsi musiqi öyrənir. Yəni, x bölü 4 musiqi öyrənənlərdir. Və deyir, 7/1 hissəsi şagirdlərin dünyadan xəbəri yoxdur. Yəni, üstəgəl x bölü 7 olur. Bundan əlavə, onların içərisində 3 nəfər qadın vardır. Üstəgəl 3. Deməli, ümumi şagirdlərin sayı bərabər oldu. Riyaziyyat öyrənənlərin sayı, üstəgəl musiqi öyrənənlərin sayı, dünyadan xəbəri olmayanların sayı x bölü 7, üstəgəl 3 nəfər qadın. Və belə bir tənlik aldıq. Tənliyin hər iki tərəfini sağ tərəfdəki kəsirlərin məxrəcinin əkobuna vuraq. 28-ə vuraq. 28-ə vuranda tam əmsallı belə tənliyi alırıq. 28x bərabər 28-i x bölü 2-yə vuranda 14x, x bölü 4-ə vuranda 7x, x bölü 7-yə vuranda 28 üstəgəl 4x, üstəgəl 3 vuraq 28 alırıq. 28x bərabər oldu 14, 7, 21, 25x, üstəgəl 3 vuraq 28, alıram 28x çıxaq 25x, bərabərdir 3 vuraq 28-ə. Buradan da aldıq ki, 3x bərabərdir 3 vuraq 28-ə. 3-ə ixtisar eləsək, hər iki tərəf 3-ə bölsək, x bərabərdir 28 alınır. Beləliklə, məktəbdə Pifaqorun 28 nəfər şagirdi vardır. Bununla da bugünkü dərsimizi bitmiş hesab edirəm. Sağ olun, yeni dərslərdə görüşənə qədər.